Dostlar, salam. Bir çox insan xərçəng haqqında düşünəndə gözünün qarşısına eyni mənzərə gəlir. Güclü ağrı, sürətlə pisləşən vəziyyət, aydın görünən bir şiş, insanı dərhal narahat edən əlamətlər. Amma həqiqət çox vaxt fərqli olur. Xərçəngin ən təhlükəli xüsusiyyətlərindən biri onun səssiz başlaya bilməsidir. Bəzən insan aylarla normal həyat yaşayır, işə gedir, dostları ilə görüşür, idman edir, səyahət edir və heç ağlına da gəlmir ki, bədənində müəyyən hüceyrələr artıq dəyişməyə başlayıb. Ən təhlükəli tərəf isə budur. Bədən çox vaxt xəbərdarlıq edir. Sadəcə, həmin xəbərdarlıqlar insanların gözlədiyi formada olmur. Bugün çox vacib bir mövzudan danışacağıq. Xərçəng necə başlayır? Niyə ilk mərhələlərdə hiss olunmur? Bədən hansı siqnalları göndərə bilər? Və niyə erkən diaqnoz bu qədər böyük fərq yaradır? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şeyi başa düşək. Xərçəng birdən yaranmır. Bu çox vacib cümlədir. Bir çox insan düşünür ki, bir gün sağlam idin, ertəsi gün isə xəstə oldun. Amma əksər hallarda proses daha uzun çəkir. Bədənimizdə hər gün milyardlarla hüceyrə yaranır. Milyardlarla hüceyrə məhv olur. Bu proses həyat boyu davam edir. Normal şəraitdə hüceyrələrin nə vaxt yaranacağına, nə vaxt bölünəcəyinə və nə vaxt məhv olacağına bədən nəzarət edir. Amma bəzən bu sistemdə səhvlər yaranır. Hüceyrə dəyişməyə başlayır, normal qaydalara əməl etmir, dayanmalı olduğu yerdə dayanmır və bölünməyə davam edir. Məhz bu mərhələdən sonra problem başlayır. Amma həmin anda insan heç nə hiss etmir. Çünki bir neçə dəyişmiş hüceyrə hələ orqanın işini pozmur, nəfəs almağa mane olmur, ağrı yaratmır, gündəlik həyata təsir etmir və buna görə də ilk mərhələlər çox vaxt tam səssiz keçir. İnsanların çoxu xəstəlikləri ağrı ilə əlaqələndirir. Baş ağrıyırsa problem var, diz ağrıyırsa problem var, bel ağrıyırsa problem var. Amma xərçəngin bir çox növündə ilk mərhələdə ümumiyyətlə ağrı olmaya bilər. Bu da insanları aldadan əsas səbəblərdən biridir. İnsan düşünür, ağrım yoxdur, deməli hər şey qaydasındadır. Halbuki bəzi şişlər uzun müddət heç bir ağrı vermədən inkişaf edə bilir. Xüsusilə ağciyər, bağırsaq, qaraciyər və bəzi digər orqanlarda bu vəziyyət görülə bilər. Məhz buna görə müasir tibbdə yalnız simptomlara güvənmək kifayət etmir. Bəzi hallarda profilaktik müayinələr daha vacib olur. Bəs bədən heç siqnal vermirmi? Əslində verir. Sadəcə həmin siqnallar çox vaxt spesifik olmur. Yəni bir insan həmin əlamətə baxaraq məndə filan xəstəlik var deyə bilməz. Məsələn, davam edən yorğunluq. Bugün insanların çoxu yorğundur. İş, stres, yuxusuzluq, telefon, kompüter, hamısı yorğunluq yarada bilər. Amma bəzi insanlar belə deyirlər. Əvvəllər belə deyildim. Səhər duranda belə yorğun oluram. İstirahət etsəm də keçmir. Ən sadə işlər belə məni yorur. Bu tip dəyişikliklər bəzən diqqət tələb edə bilər. Çünki bəzi xərçəng növlərində davam edən halsızlıq erkən siqnallardan biri ola bilər. Başqa vacib siqnal isə səbəbsiz çəki itkisidir. Bu mövzu çox vacibdir. Təsəvvür edin. İnsan pəhriz saxlamır, idmanı artırmayıb, amma çəkisi azalır. Əvvəlcə 2 kilo, sonra 4 kilo, sonra daha çox. Bir çox insan buna sevinir. Düşünür ki, bədən özü arıqlayır. Amma səbəbi bilinməyən çəki itkisi həmişə araşdırılmalıdır. Çünki bəzi hallarda bədən daxilində gedən proseslər enerji istifadəsini dəyişə bilər. Bu da çəki itkisinə səbəb ola bilər. Əlbəttə ki, hər arıqlama xərçəng demək deyil. Bunu xüsusilə vurğulamaq lazımdır. Amma səbəbi olmayan dəyişikliklər diqqətdən yayınmamalıdır. İndi isə çox vacib bir hissəyə keçək. Xərçəng niyə bu qədər gec aşkarlanır? Əsas səbəblərdən biri insanların siqnalları normal hesabematiksdir. Məsələn, yaşlanıram, stresdə olmuşam, yəqin vitamin çatışmazlığıdır. Biraz dincəlsəm keçər və həqiqətən də bəzi hallarda səbəb bunlar olur. Amma problem ondadır ki, insanlar aylarla eyni şikayəti yaşadıkları halda bunu araşdırmırlar. Tibbdə bir qayda var. Əgər bir əlamət uzun müddət davam edirsə və səbəbi bilinmirsə, onu araşdırmaq lazımdır. Çünki bədən çox nadir hallarda səbəbsiz dəyişir. Başqa maraqlı bir məqam. Bəzi insanlar düşünür ki, xərçəng yalnız yaşlı insanların problemidir. Bu tam doğru deyil. Bəli, yaş artdıqca risk artır. Amma bəzi xərçəng növləri daha gənc yaşlarda da görülə bilər. Məhz buna görə yaşdan asılı olmayaraq
Davam edən simptomlara diqqət etmək vacibdir. Çünki bədən pasporta baxmır. Bədən öz qaydaları ilə işləyir. Bir çox insanın bilmədiyi başqa bir fakt da var. Xərçəng bir xəstəlik deyil. Əslində yüzlərlə fərqli xəstəlik qrupudur. Ağciyər xərçəngi ilə dəri xərçəngi eyni deyil. Bağırsaq xərçəngi ilə qan xərçəngi eyni deyil. Onların yaranma mexanizmi də fərqli ola bilər. Əlamətləri də fərqli ola bilər. Müalicələri də fərqli ola bilər. Ona görə də insanlar internetdə bir simptom oxuyub özlərinə diaqnoz qoymamalıdırlar. Eyni simptomun onlarla fərqli səbəbi ola bilər. Bir şey də unutmayaq. Bugün xərçəng haqqında danışanda məqsəd insanları qorxutmaq deyil, əksinə, məqsəd məlumatlandırmaqdır. Çünki qorxu insanı hərəkətə keçirmir, məlumat isə keçirir. İnsan nəyi izləməli olduğunu bilir, nə vaxt həkimə müraciət etməli olduğunu bilir və ən vacibi, vaxt itirmir. Bəs hansı əlamətlər xüsusi diqqət tələb edir? Bu hissəyə növbəti bölümdə daha ətraflı baxacağıq. Çünki bəzi siqnallar var ki, insanlar onları aylarla, hətta illərlə göz ardı edə bilirlər və məhz həmin siqnallar erkən diaqnoz üçün böyük əhəmiyyət daşıya bilər. Bəs hansı əlamətlər xüsusi diqqət tələb edir? Gəlin ən vacib siqnallardan başlayaq. Çünki insanlar çox vaxt ciddi görünən simptomları yox, adi görünən simptomları göz ardı edirlər. Halbuki bəzi hallarda problem məhz burada başlayır. Uzun müddət keçməyən öskürək. Bu xüsusilə vacib mövzudur. Hər öskürək təhlükəli deyil. Soyuq dəymə keçirirsiniz, qrip olursunuz. Bir neçə həftə öskürək qalır. Bu normal ola bilər. Amma öskürək aylarla davam edirsə, artıq diqqət etmək lazımdır. Xüsusilə siqaret çəkən insanlarda. Əgər öskürəyin xarakteri dəyişirsə, səs tutulursa, nəfəs alma çətinləşirsə və ya bəlgəmdə qan görünürsə, bu vəziyyət mütləq araşdırılmalıdır. Çünki ağciyər və nəfəs yolları ilə bağlı bəzi problemlər özünü ilk dəfə bu şəkildə göstərə bilər. Qanaxmalar niyə vacibdir? Bu hissə çox önəmlidir. Çünki insanlar bəzən qanaxmanı normal hesab edirlər. Məsələn, nəcisdə qan, sidikdə qan, öskürərkən qan və ya səbəbi bilinməyən təkrarlanan qanaxmalar. Əlbəttə ki, hər qanaxma xərçəng demək deyil. Hemoroid də qan verə bilər, infeksiya da qan verə bilər, daş xəstəliyi də qan verə bilər. Amma səbəbi bilinməyən qanaxma heç vaxt göz ardı edilməməlidir. Çünki bəzi hallarda bu erkən xəbərdarlıq siqnalı ola bilər. Bağırsaqların davranışı dəyişəndə. Bu barədə insanlar çox az danışırlar. Amma həkimlər üçün çox vacib məlumatdır. Təsəvvür edin ki, illərlə normal tualet vərdişiniz olub. Birdən uzun müddətli qəbizlik başlayır və ya əksinə, uzun müddətli ishal yaranır. Nəcis əvvəlkindən fərqli görünür. Qarında davamlı narahatlıq olur. Köp hissi artır və bunlar həftələrlə davam edir. Belə hallarda səbəbi araşdırmaq lazımdır. Çünki bağırsaq xəstəliklərinin bir çoxu məhz bu tip dəyişikliklərlə özünü göstərə bilər. İştaha dəyişiklikləri. Bədən bəzən bunu da siqnal kimi istifadə edir. İnsan əvvəllər sevdiyi yeməklərə marağını itirir, tez doyur, az yeyir və ya ümumiyyətlə yemək istəmir. Bir çox insan bunu streslə əlaqələndirir. Bəzən doğrudan da səbəb stres olur. Amma davamlı iştahasızlıq da diqqət tələb edən əlamətlərdən biridir. Xüsusilə digər dəyişikliklərlə birlikdə gedirsə. Gecə tərləmələri. Bu əlamət də çox vaxt diqqətdən yayınır. Hava isti deyil, qızdırma yoxdur. Amma insan gecə oyanır və paltarı islanmış olur. Əlbəttə ki, gecə tərləməsinin onlarla fərqli səbəbi var. İnfeksiyalar, hormonal dəyişikliklər, stres, bəzi dərmanlar. Amma uzun müddət davam edən və səbəbi bilinməyən gecə tərləmələri də araşdırılmalıdır. Çünki bəzi xəstəliklərdə bu əlamət erkən mərhələdə görünə bilər. Dəridə görünən dəyişikliklər. Dəri bəzən bədənin daxilində baş verən prosesləri əks etdirə bilir. Yeni yaranan xal, rəngi dəyişən xal, ölçüsü böyüyən xal, sağalmayan yara, davam edən qabıqlanma. Bu tip dəyişikliklər xüsusilə vacibdir. Çünki dəri xərçənglərinin bir hissəsi erkən mərhələdə gözdə görünə bilir və erkən aşkar ediləndə nəticələr çox daha yaxşı olur. Ona görə insanlar bəzən sadə görünən dəri dəyişikliklərinə də diqqət etməlidirlər. Boyunda, qoltuq altında və ya qasıqda düyünlər. Bu hissə də vacibdir. Bədənimizdə limfa düyünləri var. Onlar immun sisteminin bir hissəsidir. İnfeksiya zamanı böyüyə bilərlər. Bu normaldır. Amma səbəbi bilinməyən, uzun müddət keçməyən və ya getdikcə böyüyən limfa düyünləri qiymətləndirilməlidir. Xüsusilə ağrısız düyünlər diqqət tələb edir. Çünki bəzən orqanizm müəyyən proseslərə bu şəkildə reaksiya verir. Bitkilər və xərçəng haqqında nə bilirik? Bu mövzuda da çox sual verilir. İnsanlar tez-tez soruşurlar. Filan bitki xərçəngdən qoruyurmu? Filan məhsul xərçəngi müalicə edə bilərmi?
Müxtəlif bitkilər üzərində elmi araşdırmalar davam edir. Çünki bəzi bitkilərin tərkibində antioksidant və bioloji aktiv maddələr olur. Bu maddələr alimlərin maraq dairəsindədir və onların hüceyrələrə təsiri araşdırılır. Məsələn, tərəvəzlər, meyvələr, göyərtilər və müxtəlif bitki mənşəli məhsullar sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Amma burada çox vacib bir həqiqət var. Bu günə qədər heç bir bitki tək başına xərçəngin müalicəsi kimi qəbul edilmir. Bəzən insanlar möcüzə axtarırlar. Halbuki tibbdə möcüzədən daha güclü bir şey var. Erkən diaqnoz, müasir müalicə və vaxtında müdaxilə. Sağlam qidalanma ümumi sağlamlığa kömək edə bilər. Amma ciddi xəstəliklərin müalicəsində əsas rol yenə də tibbi yanaşmaya məxsusdur. Risk faktorları haqqında danışaq. Xərçəngin yaranmasında tək bir səbəb yoxdur. Amma riski artıran amillər var. Ən məşhuru siqaretdir. Siqaret təkcə ağciyərə təsir etmir. Bir çox fərqli xərçəng növünün riskini artırır. Artıq çəki də risk faktorlarından biridir. Hərəkətsiz həyat tərzi də. Alkoqolun həddindən artıq istifadəsi də. Bəzi virus infeksiyaları da. Uzun müddət güclü günəş şüalarına məruz qalmaq da. Bu faktorların olması mütləq xərçəng yaranacağı demək deyil, amma risk artır və məhz buna görə profilaktika vacibdir. Başqa maraqlı bir sual. Niyə iki insan eyni həyat tərzi yaşasa belə, nəticə fərqli ola bilir? Çünki burada genetika da rol oynayır. Bəzi insanlarda müəyyən xəstəliklərə meyl daha yüksək ola bilər. Məhz buna görə ailə tarixçəsini bilmək vacibdir. Əgər ailədə müəyyən xərçəng növləri olubsa, bu məlumat həkim üçün çox dəyərlidir. Çünki bəzi hallarda skrining müayinələrinə daha erkən başlamaq lazım ola bilər. Niyə erkən diaqnoz həyat qurtara bilir? Bu hissə bəlkə də videonun ən vacib hissəsidir. Çünki insanlar çox vaxt xərçəng sözünü eşidəndə yalnız bir şey düşünürlər. Mənim başıma gəlsə artıq gec olacaq. Amma müasir tibb bunun tam əksini göstərir. Bir çox xərçəng növündə nəticəni müəyyən edən əsas amillərdən biri məhz xəstəliyin hansı mərhələdə aşkarlanmasıdır. Təsəvvür edin, eyni xəstəlik, eyni orqan, amma biri erkən mərhələdə aşkarlanıb, digəri isə gec mərhələdə. Bu iki insanın müalicə imkanları və nəticələri tam fərqli ola bilər. Məhz buna görə həkimlər illərdir eyni fikri təkrar edirlər. Ən yaxşı müalicələrdən biri erkən diaqnozdur. Çünki problem kiçik olanda onu idarə etmək daha asan olur. Skrining nədir? Bir çox insan bu sözü eşidir, amma tam başa düşmür. Skrining o deməkdir ki, insanın heç bir şikayəti olmasa belə, müəyyən müayinələrdən keçməsi tövsiyə olunur. Yəni məqsəd xəstəliyi simptomlar başlayandan sonra yox, daha əvvəl tapmaqdır. Məsələn, bəzi yaş qruplarında bağırsaq müayinələri, bəzi qadınlarda süd vəzi müayinələri, uşaqlıq boynu skriningləri və digər profilaktik yoxlamalar. Bu müayinələr təsadüfən yaradılmayıb. Onların məqsədi xəstəlikləri daha erkən mərhələdə aşkar etməkdir. İnsanlar niyə həkimə gec müraciət edirlər? Bu da maraqlı sualdır. Birinci səbəb qorxudur. İnsan nəticəni eşitməkdən qorxur. Ona görə müayinəni təxirə salır. İkinci səbəb məşğulluqdur. Daha sonra gedərəm. Bu ay vaxtım yoxdur. Növbəti ay baxaram. Üçüncü səbəb isə simptomları kiçiltməkdir. İnsan özünü inandırır ki, yəqin ciddi deyil, birazdan keçəcək, stresli olmuşam. Amma bəzən aylar keçir və həmin vaxt geri qayıtmır. Ona görə də bədənin davamlı siqnallarını görməməzlikdən gəlmək düzgün yanaşma deyil. Ən çox yayılmış miflər. Birinci mif. Xərçəng həmişə ağrı ilə başlayır. Xeyr, bir çox halda ilk mərhələdə ağrı olmaya bilər. Məhz buna görə bəzi insanlar uzun müddət heç nə hiss etmirlər. İkinci mif. Özümü yaxşı hiss edirəmsə, deməli problem yoxdur. Bu da tam doğru deyil. Çünki bəzi xəstəliklər müəyyən müddət ərzində simptom vermədən inkişaf edə bilir. Məhz buna görə profilaktik müayinələr mövcuddur. Üçüncü mif. Ailəmdə olmayıbsa, məndə də olmaz. Ailə tarixçəsi vacibdir. Amma bütün xərçənglər irsi deyil. Ailə tarixçəsi olmayan insanlarda da xərçəng yarana bilər. Dördüncü mif. Gənc insanlarda xərçəng olmur. Bu da doğru deyil. Yaş artdıqca risk artsa da, bəzi xərçəng növləri daha gənc yaşlarda da görülə bilər. Beşinci mif. Əgər simptom keçibsə, deməli problem həll olunub.
Bəzən simptomlar müvəqqəti azalır. Bu isə xəstəliyin tam yox olması demək deyil. Məhz buna görə davam edən və ya təkrarlanan şikayətlər qiymətləndirilməlidir. Bir şey də unutmayaq. Bu video heç kimə diaqnoz qoymaq üçün deyil. Çünki eyni simptomun onlarla fərqli səbəbi ola bilər. Məsələn, yorğunluq. Vitamin çatışmazlığı da yorğunluq yarada bilər. Yuxusuzluq da, stres də, qalxana bənzər vəzi problemləri də. Ona görə internetdə simptom oxuyub özünüzə diaqnoz qoymaq düzgün deyil. Amma siqnalları tanımaq vacibdir. Çünki məlumatlı insan lazım olan vaxtda həkimə müraciət edir. Bədən bizə necə siqnal verir? Əslində çox maraqlı şəkildə. Bədən birdən-birə qışqırmır, əvvəlcə pıçıldayır. Kiçik dəyişikliklərlə, yorğunluqla, iştaha dəyişiklikləri ilə, çəki dəyişikliyi ilə, uzun müddət keçməyən şikayətlərlə və həmin siqnalları nə qədər tez görsək, bir o qədər yaxşıdır. Bəzən insanlar düşünür ki, sağlamlıq yalnız xəstə olmayanda yada düşməlidir. Amma əslində sağlamlıq xəstəlik başlamazdan əvvəl qorunmalıdır. Bu səbəbdən siqaretdən uzaq olmaq, normal çəki saxlamaq, müntəzəm hərəkət etmək, sağlam qidalanmaq və profilaktik müayinələri gecikdirməmək böyük əhəmiyyət daşıyır. Çünki bəzi qərarlar illər sonra sağlamlığımıza təsir edir. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Xərçəng çox vaxt qəfil başlamır. Çox vaxt səssiz başlayır. Ən təhlükəli cümlə isə yenə budur. Keçər. Bəzən keçir, amma bəzən bədən sizə əvvəlcədən xəbərdarlıq edir. Sadəcə onu dinləmək lazımdır. Bir şey də unutmayın. Xərçəng haqqında məlumatlı olmaq, qorxmaq demək deyil. Əksinə, bu sağlamlığınıza daha məsuliyyətli yanaşmaq deməkdir. Çünki erkən diaqnoz bir çox hallarda böyük fərq yarada bilir. Və bəzən insanın verdiyi ən doğru qərar sadəcə müayinəyə vaxtında getmək olur. Mən doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən bir məlumat kiminsə vaxtında müayinədən keçməsinə səbəb ola bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Zob xəstəliyi nədən yaranır? Boyunda yaranan böyümə nə deməkdir? Hansı əlamətlərə diqqət etmək lazımdır? Və qalxana bənzər vəzi problemləri bədənə necə təsir edir? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.